Tələbe-i be nam Nəzər Əli Talaqani. Gecə yatıb mədrəsə-i Mərvi Tehranda acından yuxusu gəlmir. Quru çörəkdə tappıyıb yiyə. Acından yuxusu gəlmir. Allah gedim nə iş görüm. Allah mən bir mütədəyyim babanın biriyəm. Aya gedim ayrı iş görüm. Kəsim mərdumun qabağım. Neyniyim? Dedi qoydurum bir dənə də yuxum gəlmir. Namə yazım. Müştehidlərin birinə dərdi dil eləyim. Aparım verim dəftərinə deyim ha dərdim budur. Məsələn nəhad riyasət cumhuriyə bir namə yazım ha müşkülüm budur. Baxdı dedi bəlkə heç onlar baxmadılar. Hamı yatıbla pərverdigar amma mənim Allahım sən oyaqsan. Mənim dərdimi qəşəh bilirsən. Qoy elə dedi naməni yazım Allahın özünə. Başladı qoydu qələmi kağızın üstünə. Yazdı Bismillahirrahmanirrahim. İncanib Nəzər Əli Talaqani. Tələbe-i Havza Elmiye Mərvi. Bar Xudaya, sən özün yazıbsan və ma min dabbətin fil ərz İlla ələllah rizquha. Hər cümbəndə yer üzündə var, ruzusu Allahın əlində. İnnəllaha la yuxliful miyad. Allah verdiyi vədiyə xulfu vəd eləməz. Allah, mən axı sənə namə yazıram. İncanib Nəzər Əli Talaqani be məvarid-i zir niyazməndəm. Yek xane-i vəsi. Gedəndə baxın bura, nəzərüz həməşə o xastüz uca olsun. Həməşə uca, xırda bir zat yox. Gedirsən İmam Rıza hərəminə, deyinə ya İmam Rıza, indi birdən İmam zaman adam görə, deyələ bir dənə xastun var, nə mən istəysən. Ağa bəndə xuda bir nəfər çöldə su varırdı. Hey deyirdi, yəbnəl Həsən, ya İmam zaman. Bir nəfər deyir, buyurdu, nə mənə deyirsən, nə olub? Deyəm, müşkülüm var, xastəm var. Buyurdu ki, bir dənə xast döydü, əlan əməl edin. Dedim əməlimdəki bu bel təbdil olsun kürəyə. Özdə su varır. Birdən bax gördü olub kürə. Kürədə də vərcan bağlamaz ki. Su gedir bu döyür başına. Bu xastədir. Adamlar başarmır. O abid ibadət elirdi, Həzrəti Musa baxırdı, kef eləyirdi. Bəzi adamın hal ibadətində kef elər adamda, ibadətinə baxanda ləzzət apararsan. Həzrəti Musa kef eləyirdi. Nida gəldi, ya Musa yaman keflənibsən, hara baxırsan? Dedi, əslən Xudaya kef eləyirəm bu kişinin ibadətinə, yorulmur ki. Buyurdu, onun ibadəti biməğzidir. Biməğzidir. Yəni, necə yəni biməğzidir? Buyurdu ki, ondan sonra gör bir beli namaz qıl, xastəsi nəmə nədir? Gəldi abid, xastön nədir? Dedi, baxıram bu çəmənlərə, quruyurlar. Allah'ın içi camış olaydı, mən bunları otaraydım burada. Hevih bu çəmənlərə. Allah'ım da gördüm bunun əqli yoxdur. Gördüm bunun huşu yoxdur. Bax, oftadı ki amuzgar talibi feyzi. Herkes nəxurət ab zəmini ki buləndəz. Himmət buləndə, hər işdə himmət buləndə. Ki mərdan روزگار با همت بلند به جایی رسیده ام. Gərək bir əvvəl deysən, elə turabı kimin danışsaydım bəsimdir. Olarsan sifrdə, mən ki sifrəm, sən olarsan mənfi bist. Gərək deyəsən olacağım Ayətullah Bəhcət, birdən çatasan, becələyində xırda bir dərəcə geçdi ola. Buyurur, xob, himməti yuxarı elə, tez doyma, tez demə day bəsdi. Ziyarətdə də bəsdi, gənc xalq gedək. Adam əlim vurdu, zərhə öhdü yan bir yanından, gənc gedək də. Baba bir otu qəşəbi dədiyün əvəzindən 2 rəkət namaz qıl. Nəyə qaşmırlar ki, qovalamır, leşikdə də heç dət yoxdur. Elə sən gedəcəksən, eşik duracaq, sən duracaqsan. Amma Kərbəla bir şey olar. Yazdı Xudaya, yek, böyük bir dənə ev istəyirəm səndən. İndi ki istəysən fərəsatlı bir şey istədi ha. Ağı Binəvərin əri itmişdi, gəlmişdi Kəlantəriyə, Cənab Sərvan İftixari. Deyirdi, mənim şohərəm qomşudur. Cənab Sərqord İftixari deyirdi ki, şohərəm qomşudur. O da deyirdi, nişanələn ver, tapaqda plakın zadını ver, görək ayanlardır. Dedi, qəd xeyli bolənd, çarşune, gözlər abi. Binəvər dedi, evin yıxılmazsan, sən axı ərin bu şəkli dəyərdi.
Dedi qoy tapırlar, qoy bir fərəsatlı bir şey tapsan. Yazdı Xudaya, bir yekə öv istəyirəm səndən, yek. Bir gözəl, mütədəyyin, mühəccəbə xanım istəyirəm. Əgər onlar ki mücərrədilər, bu İmam Hüseyndən o süzdən bunu istəyin. Deyin Allah, halal süt əmmiş. Halal süt əmmiş xanım, İmam-ı Həsən avırda hər kəs istəyir. Behişti bu dünyada təcrübə eləyə, əxlaqlı xanım al. Halal süt əmmiş. Hər kəs içi cəhənnəmi təcrübə eləyə, git bədəxlaq adamdan oturdu. Buyurur, dedi ki, Xudaya bir mütədəyyin, mühəccəbə, əxlaqlı Xudaya, mənə xanım. Xudayavdən də yekə bağ istəyirəm. 4, bir miqdarda pul istəyirəm, ticarət eləyəm. Sonra yazdı namədə ki, Xudaya, bəd əz həmahəngi bəndə ittila dəhid. Dedim, naməni aparım qoyum. Dedi, qoy, aparım qoyum Məscid-i Şah, gələn Məscid-i İmamdır. Məscid-i Şah'da aparım qoyum duvarın o çatdağına, oradan Allah cavabımı verərdi. Ağa apardı sübh namazında, sübh namaz şəf qıldı, sübh namazında bunu qoydu məscidin duvarının layına, getdi, başını qoydu yerə, ləxər istirahatına. Şah, Nasirəddin Şah gedirdi gəzməyə, xədəm o, həşəm o, təşkilat o, biləxərə olar kimin dövrəsindəydi, yel, tufan qopdu qabı, naməni Allahın izni ilə bu çatdaqdan qalxdı namə. Dolandı, gəldi, düşdü Nasirəddin Şahın kaliskəsinə. Baxdı, gördü, bir nəfər Allaha namə yazıb, öv istəyirəm. Dedi, qəydin, kabinəni yığın, gedin, Molla Əli Taliqanını tez götürün, gətirin mənim, biləxərə qaxıma danışaq. Namə səndi? Dedi, bəli. Ha vaxt yazıbsan gecə. Dedi, bəs Allah məni məmur eləyib, sənin bu işləvin hamısını yer beyr eləyəm. Dəstur verdim buna böyük bir ev, bir yaxçı, qəşək, mütədəyyin xanım, bağ, təşkilat, istəyəndə Allahla bu cür mamil elə. Üzüyü qoy torpağa, heç kəsə də demə. Deyən Allah, özün bilirsən. İmam-ı Səccad ağabiri Xudaya, olma mən sənin haqqı bəndəli birinə gətirməmişəm, küsübsən məndən, özü məndən uzaq eləysən. Xudaya məndən nə cürmü xəta üz verib? O ləəlləkə rəytəni muğrizən ənkə fəqələytəni. Buyurur, şayət gördün da mən səndən üzümü çöndərmişəm, sən də məndən küstün. Allah nə iş görün məndən barışasan? Çarəsi budur, üzüyü qoy torpağa, qəyit Allahla dostluğun binasını qoy.